Axşamınız xeyir. Efirdə günün nəbzi proqramıdır. Ötən həftə Azərbaycan elminin tarixində ilk dəfə olaraq alimlərin birinci qurultayı keçirildi. Qurultayda hansı məsələlər müzakirə oldu, onun hədəfləri nə idi və hansı qərarlar qəbul olundu? Bu barədə danışmaq üçün studiyamızın qonağı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadədir. Akif mənə xoş gəlmisiniz. Salam. Əvvəl təbrik edirik sizi, yəni ilk qurultay münasibəti ilə. Hədəfiniz və məqsədiniz nə idi bu qurultayda? Bilirsiniz, qloballaşan dünya bu günləri ölkələrin özlərinin çox sürətlə inkişafı, ölkələr arası əlaqələrin çox sürətlə inkişafı alimlər qabağında xeyli yeni məqsədlər, yeni problemlər qoyur. Bu baxımdan, bu nöqteyi nəzərdən Azərbaycan elminin bugünkü vəzifələri, bugün Azərbaycan elminin hədəfləri, Azərbaycan elminin dünya elmi sırasında mövqeyi, dünya elmi ilə münasibətlərdə bir daha Azərbaycan elminin nə yerdə olması bizi çox maraqlandırır. Və bu baxımdan biz bu birinci qurultayın çağrılmasını zəruri hesab etdik. Digər tərəfdən, bu günləri siz yaxşı bilirsiniz ki, Azərbaycan çox dinamik inkişaf edir. Və hər tərəfli bu inkişafın Azərbaycanda biz şahidi oluruq. Və həm iqtisadi baxımdan, həm mədəni baxımdan iri addımlarla bu günləri Respublikamız addımlayır, inkişaf edir. Və yenə də fikir verirsiniz, həm dünya elminin, dünya inkişafının, ölkələrin arasında sürətlə gedən inkişaf, həm bu bir tərəfdən, bir də Azərbaycanın özünün dinamik inkişafı elmin qabağında çox vacib, çox mühüm məsələlər qoyur. Digər tərəfdən siz yaxşı bilirsiniz ki, Azərbaycan dövlətinin prezidenti möhtərəm İlham Əliyev Azərbaycan alimlərinin qabağında çox mühüm bir vacib məsələ qoydu. May ayında 2013-cü ildə Şamaxı rəsədxanasını ora müşahidə etməyə, ora tanış olmağa gələndə elə bir Azərbaycan elminin qabağında bir məsələ, bir məqsəd qoydu. Azərbaycan elmi də regionda ən qabaqcıl elmlərdən biri olmalıdır. Bütün bunların deməli, bu məqsədlər, bunların həlli Azərbaycan alimlərinin səylərini, fəaliyyətlərini səfərbər etməyə bizi dəvət edir. Və biz bu qurultayı çağırarkən nəzərə aldıq ki, əgər yalnız akademiyada, onun institutlarında, yəni akademiyada bilirsiniz, 40-a yaxın elmi tədqiqat institutlar təşkil olunubdur. Akademiyadan kənarda olan elmi tədqiqat institutlarında, sahə institutlarında, bəzi ali təhsil institutlarında və hətta biznesə aid olan elmi qurumlarda elmi tədqiqatlar aparılır. Bax, bunların hamısının bir mətləbə, bir məqsədə uyğun olmasını, bir məqsədə xidmət etməsini, bu haqda söhbətlər açılmasını və bir yekun mərama gəlmək üçün biz qurultayın keçirilməyini zəruri hesab etdik. Belə başa düşdüm ki, əsas hədəf odur ki, Azərbaycan elmini iqtisadiyyatın tempinə uyğunlaşdırmaq və onu iqtisadiyyatla uzlaşdırmaq. Düzdür. Həm o dediyim kimi dinamik inkişaf edən bizim iqtisadiyyatımıza, həm də burada bilirsiniz, iki tərəfli yanaşma var. Həm Azərbaycanın dinamik inkişaf etməsinə uyğunlaşdırmaq, onun tələblərinə adekvat cavab vermək. Həm dünyanın qlobal şəraitdə ölkələrin özünün əlaqələrinin xeyli dinamik inkişafı baxımından. Bunlar hər iki istiqamət Azərbaycan elminin qabağında çox mükəmməl, çox da zəruri problemlər yaradır. Akif, qurultay yəni ki, nəticələri necə qiymətləndirirsiniz? Ümumiyyətlə, hamı ondan razıdırmı ki, elm özü vəsait qazanmalıdır, elm özü kommersiyalaşmalıdır, biznesləşməlidir və pul qazanmalıdır. Yoxsa belə bir fikirlər də var ki, dövlət həmişə maliyyələşdirsin, necə ki, Sovet dövründə olduğu kimi. Bizdə bilirsiniz, rəisət heyətində də, mənim həmkarlarımda da, yəni bizim akademiyanın
rəhbərliyində belə bu saat təəssürat yaranıb ki, biz dövlət büdcəsindən kifayət qədər biz vəsait alırıq. Və siz fikir verdiniz, axırıncı Milli Məclisin iclasında da hətta bizim Milli Məclisin üzvlərinin, alimlərimizin xahişi ilə elmin maliyyələşməsi bir qədər də artırıldı. Bu özü çox özlüyündə müsbət bir göstəricidir. Amma biz belə düşünürük ki, bunlar bu günləri elmimizin inkişafı üçün bir o qədər kifayət deyil. Bilirsiniz, büdcə vəsaiti artırıla bilər. O büdcə vəsaiti həmişə fundamental elmin inkişafına yönəldilibdir və indi də yönəldilir və bundan sonra da dövlət həmişə elmin inkişafını özün strateji bir istiqaməti kimi dəstəkləyəcəkdir, ya dəstəkləyib indiyənə qədər də bundan sonra da dəstəklənəcəkdir. Amma elə bir zaman gəlib çatmışdır ki, akademiya, alimlər, Azərbaycan elmi imkan tapıb özü para qazanmalıdır. Bu para qazanılmasa, yəni biznesdən, təcrübədən, firmalardan, kampaniyalardan biz onlara Azərbaycan alimlərinin beyninin məhsulunu təklif eləyə bilməsək, onlar onu qəbul eləməyəcəklərsə, onda biz para da qazana bilməyəcək və alimlər öz inkişafında xeyli məhdudlaşma hiss edəcəklər. Deməli, belə bir artıq xətt, konseptual xətt qəbul olunub ki, Azərbaycan elmi biznes reyslərinə oturmalıdır. Tamamilə konseptual belə bir şərait yaranıbdır. Belə bir prinsip akademiyada bu gün qəbul olunubdur və mən deyə bilərəm ki, alimlər tərəfindən qəbul edilir və bu haqda hətta humanitar, ictimai elmlər də hansılar hesab olunur ki, bəlkə bir o qədər praktikaya yaxın deyirlər, onlar da düşünmədədirlər. Buz tərpəndi, hə? Buz tərpəndi. Bu ən böyük şey. Məncə bu ən böyük islahatın ən mühüm cəhətidir. Amma dediniz ki, bayaq da söhbətdə dediniz ki, artıq innovasiyalar, yəni yeniliklər təqdim olunmağa başlayıb və qazanmağa da başlayıblar. Yəni belə layihələr indi varmı? Var. Bu günləri akademiyada bir neçə innovativ bizim təkliflər var. Bax, mən sizə bir-iki misal gətirim. Bu günləri akademiyada ilk növbədə bizim kimyaçıların innovativ təklifləri var. Və siz bilirsiniz ki, bizim akademiyanın sınaq təcrübə zavodu var və o sınaq təcrübə zavodunda biz elə bu günləri şərait yaratmışıq ki, orada bizim akademiyanın özünün müasir qurğuları inşa edilibdir və o qurğular əsasında biz bu günləri elə bu sürtkü yağları əldə edirik ki, onları firmalar bu saat çox böyük razılıqla əldə edirlər. Yəni, hazırdılar bu saat akademiyaya neçə milyonlar təklif eləsinlər ki, akademiyanın sürtkü yağlarına ehtiyacı ödəyə bilsinlər. Burada nədir? O bizim icad elədiyimiz, yəni sürtkü yağları alimlərin elmi ixtiranın, elmi yeniliyin, həmin o kimyəvi, texnoloji prosesdə tətbiqi gətirib çıxartmışdır yekunda həmin o sürtkü yağının olduqca yüksək keyfiyyətini. Yəni bu saat həm eyni zamanda onun maya dəyəri aşağıdır. Maya dəyəri aşağı olmaqdan da firmaların, sonra biznesin buna marağı artıqdır. Bax, bu bir misal. Sonra ikinci misal. Siz çox yaxşı bilirsiniz ki, biz palçı vulkanları Azərbaycanda çox geniş intişar tapıbdır və bu baxımdan biz təklif eləmişik və bizi İqtisadiyyat və Sənaye Nazirliyi dəstəklədi və indi bu məsələ işlənilmə etapındadır, mərhələsindədir və bu palçı vulkanlarının palçığından istifadə edərək biz belə bir müalicə olunma mərkəzi yaradaq ki, yəni akademiyada əldə edilən elmi nailiyyətlər orada öz tətbiqini tapsın və orada yəni akademiyanın özünün bir sosial problemi həll etmək üçün,
Yəni səhiyyə probleminə yardım olmaq üçün belə bir şərait yaransın və orada həm dövlətin yardımı ilə, həm biznesin yardımı ilə. Bu saat belə bir bizim razılığımız var həmin o nazirliklə ki, orada bir səhmdar gəlsin, öz maliyyə imkanlarından istifadə edərək elə bir mərkəz yaransın, alimlərin orada elminin nəticələri orada tətbiq edilsin. Onda artıq belə görünür ki, belə demək olarmı ki, rəsədxanada elmin qarşısına qoyulan tapşırıq artıq yerinə yetirməyə, bu vəzifələr icra olunmağa başlayıb, belə deyək. Belə demək olar yəqin ki. Bilirsiniz, demək olar, amma biz hələ o ki, bizim qabağımızda cənab prezident belə bir vəzifə qoyubdur, biz hələ onun ilk addımlarını atırıq. Biz bu addımları gələcəkdə genişləndirməliyik və mənim bu saat əsas alimlər qabağında qoyduğum problem və innovativ elmin qabağında qoyduğum böyük bir məsələ bu innovativ elmin nəticələrinin bir məlumat bankını yaratmaq və o bank gələcəkdə biznes tərəfindən müzakirə edilməlidir. Akman, bizim kimi yəni yeni müstəqil dövlətlərdə elmin də belə yeni inkişaf mərhələsinə keçidində mütləq beynəlxalq təcrübə çox vacibdir. Necə əməkdaşlıq eləyirsiniz, kimlərlə əməkdaşlıq eləyirsiniz və bu əməkdaşlığın mahiyyəti nədən ibarətdir? Biz necə xarici təcrübəni öyrənə bilirik? Mən sizə deyim ki, bu 2 il ərzində akademiyanın beynəlxalq əlaqələri olduqca genişlənibdir. Və bunun nəticəsidir ki, bu günləri, mən sizə bir-iki misal da, bir-iki rəqəm də gətirə bilərəm. Misal üçün, bu günləri 2012-ci ildə müqayisə edərək və bəzi beynəlxalq informasiya bazalarında diqqəti cəlb edən, misal üçün, Scopusun biz belə bir agentliyi var, onun bazasına nəzər salaraq 2012 ilə müqayisədə görürük ki, 2013-cü ildə Azərbaycan alimlərinin xarici alimlərlə çap etdiyi şərikli məqalələrin sayı bir qədər artmışdır. Misal üçün, əgər qabaq bu 38% deməli 38% təşkil eləyirdi, indi isə 45%-dən artıqdır. Bu, başqa sözlə deyəndə bu 5%-dən artıq artım deməkdir. Digər tərəfdən, həmin o Scopusun yenə də agentliyin məlumatına görə 2013-cü ilə müqayisədə, 2012-ci ilə müqayisədə, 2013-də Azərbaycan elminin deməli göstəriciləri, tədqiqat göstəriciləri demək olar ki, 66 pillə yüksəlmişdir. 2014-cü ildə isə 169 pillə yüksəlmişdir. Bunlar özləri göstərir ki, bizim xarici ölkələrlə əlaqələrimiz möhkəmlənir və xarici elmin, Azərbaycan elminə diqqəti artmaqdadır. Burada bir məsələyə də toxunmaq istəyirəm. Bu da biz yaxın 3-4 ay ərzində akademiyada nail olduq xarici bizim alimlərlə əlaqə saxlayaraq, onlarla, xarici ölkələrlə şərikli elmi laboratoriyalar bir problem üzərində çalışmaq məqsədi ilə şərikli laboratoriyalar. Yəni ki, ilk dəfə Milli Elmlər Akademiyasında beynəlxalq şərikli elmi tədqiqat laboratoriyaları təşkil olunubdur. Misal üçün, Amerika Birləşmiş Ştatlarının Massachusetts Universitetinin institutuyla, texnoloji institutuyla geolog, geofiziklərin, deməli, İtaliya ilə bizim seismoloqların, sonra Almaniya ilə bizim botaniklərin və digər belə bu istiqamətdə o şərikli bizim, deməli, beynəlxalq laboratoriyalarımız bizim alimlərə imkan verir ki, öz tədqiqatlarını çıxış eləyib o ölkələrdə, bəlkə də bizdə olmayan avadanlıqda, cihazlarda tədqiqatlarını yüksək səviyyədə aparsınlar. Həm onların bizə dəvət olunması bizim elmimizdə kadr probleminin həllinə olduqca böyük kömək göstərir. Beynəlxalq əməkdaşlıqdan danışdıq. İndi yenə qurultayda belə məsələ qoyuldu ki, bu dünyanın çağırışlarına yəni ki, uyğunlaşdırılır. Onun çağırışlarına əsasən bu qurultay keçirilir. Bizim elmimiz, tutaq ki, Avropanın və başqa inkişaf eləmiş ölkələrin elmi ilə müqayisədə yeri hardadır və sizi nə qədər qane eləyir? Əlbəttə, biz hələ öz nailiyyətlərimizlə fəxr eləməyə hələ tələsmirik.
hesab edirik ki, bizim elmimiz hələ inkişaf yolundadır və güman edirik ki, bu yolu biz uğurla keçəcəyik. Və mən sizə deyim, biz bu saat Azərbaycan elminin bəzi prioritetlərini yenə də düşünməliyik və bu prioritetlərdən seçim aparmalıdır bu çərçivədə. Neft elmi qabaqlar olduğu kimi yenə prioritet olaraq qalır və bununla Azərbaycan Milli Elmlər Akademiyası yenə də yalnız bugünkü texnoloji baxımdan, bugünkü innovativ elm baxımından məşğul olmalıdır. Digər tərəfdən neft kimyası eyni səviyyədə inkişaf etdirilməlidir. Azərbaycan bilirsiniz, neft kimyası vətənidir və neft kimya burada böyük inkişaf yolu keçib 70 il ərzində akademiya mövcud olaraq akademiyanın neft kimya sahəsində əldə etdiyi nailiyyətlər bütün dünya elminə məlumdur və bu istiqamət yenə də bir vacib istiqamət olaraq qalmaqdadır. Digər tərəfdən biz düşünürük ki, bu günləri biz bəzi xırda tematikalardan imtina eləyərək biz o elmin ən ön cəbhəsində aparılan tədqiqatları ardıcılı olaraq Azərbaycan elmində əsasını qoyaq. Misal gətirim sizin üçün. Bütün dünya bu günləri kök hüceyrələri istiqamətində elmi mərkəzlər yaradır və kök hüceyrələri istiqamətində böyük nailiyyətlər bu günləri dünyada əldə edilir. Bizdə də bu istiqamətdə məndə olan məlumata görə kök hüceyrələri istiqamətində bir mərkəz yaranıbdır. Bu mərkəzdə elmi əsasları yaratmaq, kök hüceyrələrin Azərbaycan səhiyyəsinə gətirilməsinə çox böyük ehtiyac vardır və bu baxımdan düşünürəm ki, bu elmin istiqaməti prioritet bugündən etibarən prioritet olaraq bizdə qəbul edilməlidir. Digər, əczaçılıq istiqaməti. Bütün dünya bu istiqamətlərdə bu günləri olduqca yüksək deməli əldə ediblər, yüksək göstəricilər. Baxın, gedirəm Gəncəyə, Gəncə şəhərində mənə gözəl bitkilər, gözəl dərman bitkiləri nümayiş etdirirlər. Gedirəm Naxçıvana, gözəl dərman bitkiləri nümayiş etdirirlər. Amma bizdə bu dərman bitkisindən o yana bir problem həll olunmur. Deməli, burada biz bu farmasevtika istiqamətini bir öncül istiqamət kimi qəbul edərək bütün maliyyə problemimizi də bu istiqamətə yönəldək. Xırda tədqiqat layihələrindən imtina edərək təkrar edirəm. Azərbaycan bilirsiniz, uzun ömürlük diyarıdır. Misal üçün, bizim Lərik rayonunda, Talışda, Böyük Qafqazda bunların səbəbi nədir? Genetik səviyyədə bunları öyrənən bu günləri azdır, yoxdur. Və biz bu saat gerontologiya sahəsinin inkişafına qədəm qoymaq istəyirik. Və bu barədə bu saat o məqsəd yönlü, yenə də deyirəm, o maliyyənin, yəni bu iri mega proyektləri təşkil edib, o istiqamətə maliyyəni buraxmaq. Məsəl üçün, qabaq biz belə təcrübədən istifadə edirdik. 50 min, 100 min, 40 min, 30 min. Bunlar bu əsr, bu məqam, bu zaman arxada qaldı. Bugün büdcə maliyyəsində əldə olunan maliyyəni, yəni büdcədən kənar olan maliyyədə biz yalnız 4, 5, 6 istiqamətə kurup və o iri mega proyektlərə deməli cəlb eləyib onları inkişaf etdirmək. Büdcə varsa, maliyyə imkanları varsa, niyə də olmaz? Maliyyə imkanları var, amma indiyənə qədər bizə belə gəlir ki, o bir qədər də planlaşdırılmasız baxımından Həm də təkcə büdcə vəsaitləri yox, yəqin ki, belə layihələrə bizneslə maraqlandırıb cəlb eləmək olar əlavə. Və məsələ də odur ki, bu layihələrə biznes bizim düşündüyümüz qədər onlar marağı artıq göstərəcək. Beynəlxalq kataloqlu mətbuata Azərbaycan alimlərinin çıxışının asanlaşdırılması istiqamətində hansı işlər görülür? Scopus agentliyin göstəricilərinə görə 66 pillə 13-cü ildə, onu mən qeyd elədim, 169 pillə 14-cü ildə.
Bu əlbəttə çox müsbət göstəricidir. Orada bilirsiniz necədir? Biz qabaq 2012-ci ildə tutaq ki, o Scopus 5000 elmi müəssisənin reytinqini izləyir. O 5000 reytinqin sırasında iki Azərbaycan elm təhsil idarəsi vardır. Bir Milli Elmlər Akademiyası, bir də universitet. Başqa idarələr o reytinqə kənardadır, o reytinqdən. Bizim akademiya 2012-ci ildə 1700-cü təxminən yerdə idi. İndi isə 1500-cü yerdədir. Yəni bir 200 pillə artım vardır. Əgər bizim çalışmağımız, bizim təşəbbüslər, bizim fəaliyyətimiz gətirər çıxardar ona ki, biz 2015-2016-cı illərdə o min elmi müəssisənin sırasına daxil ola bilsək, bu böyük nailiyyət olar. Onun üçün biz bu addımları mütləq bir qədər də iri addımlarla getməliyik və güman edirəm ki, bu saat Azərbaycan elmindəki o səfərbərlik yaranıbdır, o bizə imkan verəcək. Bu çıxışın asanlaşdırılması üçün hansısa başqa mexanizmlər varmı? Onun böyük bir mexanizmi əlbəttə biznesin Azərbaycan elminə diqqətinin artmasıdır. Dövlət diqqəti bu günləri kifayət qədərdir, böyükdür. Biznesin Azərbaycan elminə münasibəti, diqqəti çox artmalıdır. Onun da təzahürü bu günləri mən sizə dedim. Akademiya bu ay ərzində, dekabr ay ərzində iki böyük şirkətlə, Azərbaycan şirkəti ilə, Polad Tökmə istehsalat şirkəti ilə, bir də Metal Alümini şirkəti ilə, Detal Alümini şirkəti ilə müqavilələr bağlayıbdır. Bu özü biznesin Azərbaycan elminə marağının təzahürüdür. Akif, multikulturalizm konsepsiyası və elm. Multikulturalizm bilirsiniz bizim ənənəvi Azərbaycanın, həm Azərbaycan dövlətinin, həm Azərbaycan elminin, həm Azərbaycan ümumiyyətlə xalqının mədəniyyətində, onun davranışında, onun demək olar ki, genetikasında bu həkk olunmuş bir şeydir. Multikulturalizm bu günlərdə bilirsiniz, bu humanitar bizim forumlar çağırılır. Orada da böyük bir o forumun hissəsi multikulturalizmin inkişafına, onun təbliğinə, onun bugünkü müasir dünyada alimlər tərəfindən baxışına həsr olunur. Siz bilirsiniz ki, humanitar forumlara Azərbaycana, Bakıya bu illər hələ oktyabr ayında 14 Nobel laureatı gəlib, bu multikulturalizm problemi ətrafında söhbətlər açırdı. Yəni, multikulturalizm Azərbaycanın bu günləri siyasi istiqamətinin mühüm bir tərkib hissəsidir. Və multikulturalizm və bu baxımdan biz alim olaraq həmin bu problemi özümüz üçün bir ön problemlərdən biri kimi hesab edirik və bu istiqamətdə elmi əsasları, buna elmi yanaşmanı, hətta bilirsiniz, biz belə bir məsələni qoyuruq, bunu ilə bəlkə də bir qədər bağlayaraq multikulturalizm problematikası ilə, yəni din, İslam tarixi, din və elm, İslam və elm. Bax, bunlar multikulturalizm baxımından da çox diqqətə layiq bir amillərdir. Bu istiqamətlərin bizim humanitar elmlər tərəfindən inkişafına bu günləri çox yüksək... Tarix elmi də yəqin ki. Tarix elmi də, bəli, fəlsəfə elmi də, ədəbiyyatçılarımız da bu istiqamətdə gözəl mövzular icra etməkdədirlər. Elmin idarə olunmasında onun koordinasiyası çox mühüm əhəmiyyət kəsb edir. Bu sahədə vəziyyət necədir və təkmil idarəçiliyin belə koordinasiyanın təkmilləşdirilməsinə ehtiyac varmı və nələr planlaşdırılır? Böyük ehtiyac var İbrahim müəllim. Koordinasiya, elmdə koordinasiya demək olar ki, hələ bizim birinci alimlər qurultayın ən əsas problemlərindən biri idi. Nədir? Azərbaycanda bu günləri 100-dən artıq elmi tədqiqat idarəsi var, müəssisəsi var. Ondan 40-a yaxını Elmlər Akademiyasındadır. Deməli, 60-dan artığı kənardadır, akademiyanın kənarındadır. Amma eyni zamanda akademiya dövlət tərəfindən belə bir tapşırıq var ki, yəni belə bir
bizə bu belə bir elmi siyasət kimi tapşırılıb ki, Azərbaycanda elmin koordinasiyası problemi akademiyanın üzərindədir. Amma eyni zamanda akademiyanın statusu bu gün ona imkan vermir. Onun üçün biz belə qurultay çağrışında da məqsədlərdən biri idi ki, akademiyadan kənarda çalışan alimlərə də biz aşılamaq bacaraq ki, yəni siz də əl-ələ verib bir yerdə, yəni bu günləri o beyinlərin birləşməsi olmasa, biz əgər pərakəndə alimlərimizin qüvvələrində istifadə etsək, yenə biz o dünyanın ön cəbhəsi elminə çata bilməyəcəyik. Yəni, əslində siz Elmlər Akademiyasının imkanlarını onlara da təklif edirsiniz. Təklif edirəm. Həm onların imkanlarına istifadə etmək vacibliyi ilə, həm özümüzün, bəli. Həm onlar sizin üçün əhəmiyyətlidirlər, bəli. Həm də bu iki tərəflidir. Həm də Elmlər Akademiyasının imkanları genişdir. Misal üçün, aqrar sahəsində Gəncədə çox gözəl işlər aparılır. Və aqrar elmi istiqamətində biz çox istərdik ki, bizim aqrar bölməmiz Gəncədə yerləşsin və Gəncə Universiteti ilə, Gəncə alimləri də birgə əl-ələ verib aqrar elminin inkişafına dəstək versinlər. Çünki aqrar elmi prioritet olaraq bu günlər Azərbaycan üçün çox vacib bir istiqamətdir. Digər tərəfdən bu koordinasiya elə bir bizdə, yəni alimlərdə belə bir təklif irəli sürməyə bizdə bir fikir yaratdı ki, bəlkə də biz belə bir təkliflə dövlət qabağında, cənab möhtərəm prezident qabağında belə bir fikirlə, təkliflə çıxış eləyək. Yəni, dövlət prezidentinin nəzdində belə bir ali şura yaransın. O şuranın tərkibində, yəni elm və texnologiya ali şurası. Prezident yanında. Prezident yanında. Və bu şuranın tərkibi həm akademiyanın tərkibi, akademiyanın alimlərindən, təhsil Nazirliyi alimləri tərəfindən, biznes alimləri tərəfindən, gənc alimlər tərəfindən, patent işlərin tərəfindən o şuranın tərkibi təşkil edilsin və o şuranın qərarları hamı üçün bir əsas vacib icra edici bir qərar olsun. Çünki indi akademiyanın, üzr istəyirəm, səlahiyyəti çatmır kiməsə akademiyadan kənarda olana bir səlahiyyətli göstəriş versin. Bax, bu çatmamazlıq bizi bu saat, bu koordinasiya problemində bir qədər deməli, məsələlərimizin həllini çətinləşdirir. Yəni, sizin bu planlarınız dərinləşdikcə, inkişaf elədikcə, onlar özləri maraqlı olacaqlar. Bunlar yox, özdə bu çətinliklər üzə çıxır. Bəli. Üzə çıxanda da biz bunun həllinə mütləq gərək adekvat cavab verək. Bəli. Gənclərin elmə cəlb olunması, onların stimullaşdırılması hansı işlər görülür? Gənclər bu günləri bizim əsas qüvvəmizdir. Əfsuslar olsun ki, akademiyaya dediyim ki, mən yenə də qurultayda da dedim, qocalma prosesi var akademiyada. Yaşlaşma prosesi var və bunu biz etiraf eləməliyik. Amma eyni zamanda bizim ümidimiz gənclərədir. Onu da qeyd eləyə bilərəm ki, axırıncı 2-3 ildə gənclərdə bir qədər həvəs çoxalıbdır elmə. Amma yenə də gənclər çox meyl edirlər biznesə getməyə. Çünki orada maaşlar böyük olur. Onlar da əlbəttə öz sosial problemlə həlli üçün fikirləşirlər ki, mən elmdə bir o qədər də öz həyatımı istədiyim qədər təşkil edə bilməyəcəm, yarada bilməyəcəm, gedirlər. Eybi yoxdur. Amma bu baxımdan biz nə eləmişik? Biz təhsillə elmin vəhdətini yaratmaqdayıq. Siz bilirsiniz ki, tarix boyu elm və təhsil bir vəhdət təşkil edib. Və təhsili elmdən, elmi təhsildən ayırmaq olmaz. Çünki hər biri o birinə müsbət təsirdədir. O alim ki, dərs demir və öz tədqiqatlarının yüksək səviyyəsini tələbəyə çatdıra bilmir və yaxud o tələbə gəlib alimin laboratoriyasında çalışmırsa, elmin yeni metodikası ilə işləmirsə, onlardan
o tələbə bir o qədər də elmdə, təhsildə yüksək keyfiyyətə malik ola bilmir. Onun üçün bu vəhdət, bu bərabərlik burada olduqca vacibdir. Onun üçün biz akademiyanın institutlarında bu saat baza kafedraları yaradırıq. Tələbələr, magistrlar gəlib orada tədqiqatlar aparırlar və elmin öncül sahəsində, öncül o cəbhəsində görürlər ki, hansı texnologiyalar, elmi texnologiyalar, metodikalar işlənir və bu baxımdan onları mənimsəyib hiss eləyirik ki, o tələbələr ki, akademiyaya gəlib, sonra gedib təhsildə diplom yazıb, müdafiə edirlər, onların səviyyəsi adi tələbədən yüksəkdir. Belə bir fikirlər var ki, bu dissertasiya müdafiəsində ümumiyyətlə bəzi bürokratik mərhələlər var. Onları aşmaq gənclər üçün çətin olur. Belə fikir də var, amma bu fikir də var ki, elmi iş yazan adamlar onu sübut eləməlidirlər ki, onun elmi səviyyəsi yüksəkdir. Sizin fikriniz maraqlıdır ki, siz bu barədə nə düşünürsünüz? Burada bürokratik əngəllər çox mürəkkəbdir, lüzumsuz məqamlar var, yoxsa belə olmalıdır? Bu zərurətdir. Bilirsiniz, mənim fikrim belədir. İki cümlə ilə deyə bilərəm. Mən hesab edirəm ki, dissertasiya hazırlıqlarında, ümumiyyətlə elmin hazırlığında, yəni kadr hazırlığında, dissertasiyaların müdafiəsində, dissertasiya hazırlığında xeyli sadələşmə prosesi getməlidir. Eyni zamanda o sadələşmə prosesi elə bir şərait yaratmasın ki, orada tələbat azalsın. Bax, burada bu prinsip, uzlaşmanı tapsaq, o çox müsbət bir nəticə verə bilər. Çox sağ olun. Studiyamıza gəldiyinizə görə xatırladıram ki, studiyamızın qonağı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə idi. Biz onunla Azərbaycan alimlərinin, Azərbaycan elminin tarixində ilk alimlərin qurultayı, onun qəbul elədiyi qərarlar və perspektivlər haqqında danışırdıq. Sağ olun, növbəti görüşə qədər.